futbolçumuz, qapıcımız Kenan Piriç yanımızda da. Kenan, oyunla bağlı fikirlərini öyrənmək istərdik. Rəqib qapansa da daha sonra əks hücumlara çıxırdı və bir neçə dəfə bu əks hücumlarda fərqlənmək üçün imkanları oldu, amma bütün epizodlarda düzgün mövqe seçimi ilə topları dəf edə bildin. Oyunla bağlı nələr deyə bilərsən? Counter-attacks, but you save us many times. What you can say about that? We expect a difficult game because they are so good in counter-attack. Biz bunu gözləyirdik çünki bilirdik ki, onlar əks hücumda yaxşıdırlar. About first half, I can say that we dominate, that we didn't let them. Only I think in our two mistakes they make some chance. İlk hissədə demək olar ki, dominant tərəf biz idi. Bizim 2 dənə səhvimizdən onlar təhlükəli hücum yaratdılar qapımızda. But in second half we enter in the game. I don't know why not so good. Amma bilmirəm nədən ikinci hissə oyuna heç də istədiyimiz kimi başlaya bilmədik. We let them so many balls, we let them space, so they try to punish us. In our lucky, they didn't. Clean sheet is behind us. Əlbəttə we continue with this road with like victories. İkinci isə heç də ürəyimiz istədiyimiz kimi olmadı. Rəqibə çoxlu boşluqlar verdi, rəqibə təhlükəli epizod yaratmaqlara imkan verdi qapımızda. Ona baxmayaraq yenə qapımızı toxunulmaz saxladıq. Qələbə bizimdir və öz yolumuza davam edirik. Neçə yeni qapıçılar üzrə mütəxəssislər var və maraqlısı budur ki, mövsümün ikinci yarısından keçirilən 3 oyunda da gol buraxmayıb komanda. 3 clean sheet. Bununla bağlı nələr deyə bilər? After winter break, we had 3 matches and we have 3 clean sheets. What you can say about that? Yeah, I can say that we are working so hard and so good, and is reflecting on the pitch. So the most important thing that we are together, like keepers and the coach, and that we are understanding each other, that we are doing good job, and this is reflecting like this. Əlbəttə biz çox yaxşı, əzmkar çalışırıq. Qapıçılar məşqçi ilə aramızda yəni yaxşı münasibət var, məşqləri yaxşı keçirik və bu da özünü meydanda əks etdirir. But this is also teamwork also. It's not only about keepers. We are doing very well. Və yəni bizim belə oynamağımız və arxada qol buraxmamamız da, yəni belə deməklə təkcə qapıçıların işidir. Bu demək deyərdim bütün komanda işidir, komanda işinin bəhrəsidir.